Zarafat eləmirəm. 7000, düz eşitdiniz, 7000 mAh batareya. Bu cür nazik gövdəyə bunu necə sıxışdırıblar bilmirəm. İstehsalçı deyir ki, bu özdən marketinq deyil. 24/7 TikTokda vaxt keçirsən belə telefon 2 gün şarj saxlayacaq. Mənə dəstək olmaq üçün sadəcə bu aşağıda subscribe var. O düyməni klikləməniz kifayətdir. Siz kanalıma abunə olun. Mən isə başlayıram. Mən Nurlan Qurbanov. Yeni videodan hər birinizi salamlayıram. Bugünkü qonağım Honor'un yeni modeli X8-dir. Gəlin əvvəlcə qutu açılışını eləyək. Nəsə istədim belə eləyim. O da alınmadı. Neysə. Və qutunun açan kimi bizi telefon qarşılayır. Telefonun üstündə bəzi maraqlı məqamlar var. Hamısından danışacağım, amma əvvəlcə telefonu yerinə qoyaq görək qutu açılışında digər bizi nələr gözləyir. Yenə kiçik bir qutucuq, çox güman ki, içində artıq öyrəşdiyimiz bu məlumat kitabçaları var. Bir də silikon bir case, şəffaf rəngdə silikon bir case. İçi bunun qəribəli belə dığır bir şeydir. Gəlin buradan da göstərim sizə. Maraqlı bir materialı var. Bunu da qoyuruq öz paketinə. Adapter başlığı. Belə bir adapter başlığı var. Buradan da belə göstərim. USB-A ilədir gördüyümüz kimi. Bu da bir USB naqildir. Bir tərəfi USB-A, bir tərəfi USB-C. Bəli, qarşımızda yeni Honor X8D. Əsas məsələ. Görüm alınacaq. Yox, səsi çıxmır bunların. Niyə səsi çıxmır bilmirəm ki. Nəsə əvvəlki zövqü vermir elə bil. Telefon 3 rəngi var. Velvet Black, Velvet Grey və Light Blue. Əlimdə gördüyünüz Light Blue da belə görünür. Maraqlı dizaynı məsələ. Maraqlı rəngdir. Dizayn nədir? Dizayn da maraqlıdır. Klassik dizaynları sevirəm. Yuxarıda nə var? Yuxarıda isə dinamikdir və burada bilmirəm, yəqin ki, səs spikeridir. Aşağıda da eyni ilə Type-C portu, bir dinamik və SIM kart yuvası yerləşdiriblər. Bir dəqiqə. Hə, boy, iPhone. Deməli burada AI button düyməsi var. AI button düyməsi çox maraqlı funksionallıqla təchiz olunubdur. Səs azaldıb çoxaltma və blok həmçinin barmaq izi bu düyməyə inteqrasiya olunubdur. Telefonun sağ tərəfinə yerləşdirilib. Kamera bloku arxada 2 dənə kamerası var. Flash bir blok vəziyyətindədir. Sonra burada maraqlı məlumatlar əks olunubdur. Onlardan da danışacağım hamısından. Əvvəlcə onu deyim ki, telefonun incəliyi 1,65 mm-dir. Gəlin sizə bu mavi donlu gözəlçənin kameralarından danışım. Arxa tərəfdə 2 ədəd kamera var. 108 megapiksellik əsas kamera 24 mm-lik linza ilə 1,8 diafraqmada təchiz olunub. Digər aşağıdakı kamera isə 5 megapiksellik geniş bucaqlı bir kameradır. Niyə 5 megapiksel onu da bilmirəm. Daha artıq gözləyirdim. O da 2,2 diafraqmada təchiz olunubdur. Kameraların şəkil tərəfi pis deyil. Çünki süni intellekt də kömək eləyir ki, şəkillər optimallaşdırılsın. Hətta rəqəmsal zoom 8x-ə qədər var və rəqəmsal zoomda belə AI kameraya əməlli başlı daydaylıq eləyir. Amma video tərəfdən məsələ o qədər də ürəkaçan deyil. Maksimum 1080p, yəni Full HD 30 FPS-ə qədər video çəkiliş eləyə bilir. Və nə əcəbsə bu cihazın kamerasında video üçün optik sabitləyici yerləşdirməyiblər. Sabit kadrlarda normal videolar çəkmək olur. Yox, əgər siz professional kontent hazırlayansınızsa, o zaman kamera tərəfdən bu cihaz sizin üçün uyğun olmaya bilər. Ön tərəfə gələndə isə burada da yuxarıda 16 megapiksellik geniş bucaqlı bir kamera yerləşdiriblər. Bu da eyni ilə maksimum Full HD çəkiliş eləyə bilir 30 FPS-ə qədər. Kamera görüntülü danışıq. Yolda şəxsi istifadə üçün, şəxsi məqsədlər üçün hər hansı bir video çəkiliş üçün uyğundur. Əlverişlidir. Lakin professional səviyyədə bir kontent düzəldənsinizsə, bu kamera sizin üçün uyğun olmaya bilər. Ekran tərəfdə isə kameraya baxmış maraqlı məsələlər var. 6,77 inçlik 1 milyard rəng tonu ilə təchiz edilən 120 Hz tezlikdə AMOLED bir ekran var. Ekran piksel sayı 1080-in 2932 pikselədir. Rəng sıxlığı isə 388 ppi. Bu ekran üçün 388 ppi normaldır, çox da yüksək deyil. Gündəlik YouTube və Netflix işləri üçün ən yaxşılardan biridir deyə bilərəm.
Həssaslıq barəsində də yaxşı göstəricisi var. PWM dəyəri 3840 Hz-dir. Maksimum nit dəyəri isə 3000 nit olaraq bildirilir. Maksimum nit də gəlin elə buradan sizə göstərim. Maksimum nit bu qədərdir. Əməlli başlı parlaqdır telefon. Bilmirəm indi prosesor buna imkan verər 3000 niti göstərməyə, ondan da danışacağam. Bəzi forumlarda gövdənin inci olması üçün ekranın yan tərəfləri qırılmağa həssas olduğu bildirilir. Çünki ekranın gövdəyə nisbəti həqiqətən yüksək rəqəmdir. 89,2%dir. Telefon çox incə bir gövdəyə sahibdir. Ekran nisbətinə əsasən. Odur ki, ekranın yan tərəflərindən müğayət olun. Əsas da telefonu açar qoyduğunuz cibə qoymağa heç tövsiyə eləmirəm. Açar da bir qıraqdan bir damcı tutdu, biraz bir zərbə dəydi, ekran sına bilər, çatlaya bilər. Bayaq prosesor demişdim, prosesor məsələsi yenilənib. Bəli, bu prosesora yenilənib demək olar. 6 nanometrli arxitekturada Snapdragon 6S 4G Gen 2 prosesorla təchiz olunub. Dəhşət də bir yenilik olmasa da, yenə də yenilik saya bilərik. Ən azından Snapdragon 690 prosesorunu təkmilləşdiriblər. Bu prosesor bateriyaya qənaət və gündəlik istifadə üçün optimallaşdırılıb. 2,9 GHz tezliyində Cortex A73 nüvələri isə sosial şəbəkədə gündəlik tətbiqlər, əməliyyatları axıcı şəkildə işlədə bilir. Kamera emalı və sistemin optimallaşdırması üçün də yeni AI alqoritmlərini dəstəkləyir. Bu bayaq dediyim o şəkillərin keyfiyyətinə müsbət təsir edir. Hətta o qədər güclü olmadığı üçün ağır yük altında belə prosesor o qədər də qızma vermir. Qrafik tərəfdə isə Adreno GPU o qədər də üzə gülüş bəxş etməyəcək, amma təbəssüm verəcək. Ağır qrafikalı oyunları yalnız aşağı orta keyfiyyətdə rahat oynamaq olur. Yüksək performans gözləyən oyuncular üçün o qədər də xoşa gəlimli olmaya bilər. Gəldi smartfonda inanılmaz və çox iddialı olan bateriyaya. İnana bilmirəm ki, bu qədər nazik telefona 7000 mAh'lik batareyanı necə sıxışdırıblar. Atlar burada deyib, texnologiya. Honor X8D'nin bateriyası bu smartfonun ən iddialı və vizit kartı sayılan hissəsidir. Ortalama indiki smartfonların bateriyasının 5000 mAh olduğunu nəzərdə tutsaq, onların bateriyası təxminən 40% daha yuxarıdır. Bu da yeni nəsil silikon karbon texnologiyası olduğu üçün soyuq havalarda daha effektiv olur, daha az enerji sərf edir. Düzdür, şarj sürəti baxımından biraz geridə qalıb. 45 Watt gücündə şarj qəbul edir. Təsəvvürsüz, yəni iPhone indi 40 Wattlara qalxır. Artıq biz Honor'da, Xiaomi'də 45 Watt'a geridə qalıb deyirik. Maraqlıdır. 1,5 saata qədər tam dolum çəkə bilər. Araşdırmalarım zamanı baxdım ki, şarj sürəti aşağı olsa da o qədər yaxşı şarj saxlayır ki, hərdən şarja taxmaq belə yaddan çıxardın olurmuş. Təkcə həcmi böyüməyib, həm həcmi böyüyüb, həm də daha dözümlü olub. -20 dərəcədən müsbət 45 dərəcəyə qədər davamlıdır. Bizdə -20 dərəcə onsuz da şəhərdə olmur. Maksimum qışda hər hansı ucqar rayonlarımızda ola bilər. Şəhərdə nə vaxt -2-3 dərəcə görmüşük, heç mənim yadımda deyil. Lakin yayda müsbət 45 dərəcədən biraz ehtiyatlı olmağı tövsiyə edirəm, çünki müsbət 45 dərəcəni görürük. İstehsalçı iddia edir ki, batareya əhəmiyyətli dərəcədə degradasiyaya uğramadan, yəni həcm itirmədən 6 il boyu rahat istifadə edilə bilər. Əlavə olaraq da telefonda olan IP65 standartı var ki, sudan və tozdan qoruma. Bu da batareyanın qorunaqlığın xarici təsirlərə qarşı daha yaxşı artırır. Oyunçular iddia edir ki, digər telefonda 4-5 saata sönmək həddinə gəlsə də, bu telefonda həmin proses 50-60% şarj saxlayır. 50-60%. Qoşmalar məsələsində də biraz açığı geridə qalıblar. 5G dəstəyi yoxdur. Amma ki, belə baxanda 5G dəstəyi o qədər də vacib deyil axı. Hələ də biz 4G-dən daha çox istifadə edirik. Wi-Fi və Bluetooth məsələsində Wi-Fi 5 və Bluetooth 5.1 standartlarını yeniləməyi fikirləşməyiblər nədənsə. Yəqin deyiblər ki, bu telefona bu da bəsdir. Amma sevindirici bir xəbər var, NFC var. Yəni Google Pay rahat işləyəcək. Əməliyyat sistemi tərəfindən də telefon üzərində Android 15 ilə Magic OS 10 ilə gəlir.
Açığı yeniləmələr barədə bir məlumat tapa bilmədim, lakin Android 15-in telefonda rahat işləyəcəyi vurğulanır. Düşünürəm ki, əsas kulminasiya nöqtəsinə gəlməyin vaxtıdır. Qiymət. Amma icazə verin, İrşada bir çox sağ ol deyim ki, belə yeni məhsullarla çəkiliş üçün məni təmin eləyirlər bizim Texnovlog kanalını. Məhsulun İrşadda 2 yaddaş versiyası var. 128 GB və 256 GB daxili yaddaş versiyaları. Hər iki versiya 8 GB RAM ilə təchiz olunub. 7 fevral 2026-cı il, yəni bu gün olan qiymətlər budur ki, 128 GB-lıq versiya 500 manat, 256 GB-lıq versiya isə 550 manata alıcılara təklif olunur. Sizə deyim ki, qiymət yaxşıdır. Yekun olaraq ona da deyim ki, amandır, şarjım bitməsin, qurtarmasın deyirsinizsə, bu telefon əsl sizlikdir. Gündəlik telefon olaraq işlərinizi asanlıqla aşıra biləcək. Hətta belə fikirləşirəm ki, bu cihazı ucuz amma keyfiyyətli adlandırmaq da olar. Çünki funksionallığına görə qiyməti çox yaxşıdır. Bu videodan da bu qədər. Mənə dəstək olmaq üçün kanalıma abunə ola bilərsiniz. Fikirlərinizi isə şərhlərlə bildirməyi unutmayın. İnşallah növbəti videolarda görüşənə qədər. Hələlik, Allah amanında.